Hər kəsə salam. Tibb Danışır podkast layihəmizin növbəti buraxılışını izləyirsiniz. Bugünkü qonağımız ümumi cərrah Səməd Həsənlidir. Xoş gəlmisiniz Səməd bəy. Xoş gördük. İlk növbədə dəvətiniz üçün təşəkkür edirəm. İnşallah bizi izləyənlər üçün də maraqlı bir podkast olar. Təşəkkür edirəm. Belə bir sualdan istəyirəm başlayam. Son zamanlar Azərbaycanda piyələnmə ilə bağlı insanlar tez-tez problem yaşayır və ətrafdan da çoxlu qınaq obyektinə çevrilirlər ki, bəs özü çox yeməsə, nəfsini saxlasaydı bu qədər kökəlməzdi. İndi kökəlib deyə də ən asan yola qaçır, gedib əməliyyat edir, mədə keçirtmə əməliyyat edir ki, arıqlasın. Siz bu barədə nə düşünürsünüz? Həmin insanlar həqiqətən də nəfsinə hakim ola bilmir deyə kökəlirlər, yoxsa bu bir mifdir? Təbii ki, bu tək bizim cəmiyyətdə deyil. Dünyanın əksər ölkələrində bu düşüncə var ki, ağzını saxlasaydı kökəlməzdi. Bu kimi düşüncələr var, amma müasir tibb artıq bunların hamısını cavablandırıb. Çünki artıq biz hamımız bilirik ki, piyələnmə sadəcə nəfsə hakim ola bilməmək deyil. Bu bir neçə məqamın birlikdə yaratdığı problemdir. Burada genetik, hormonal, metabolik, psixiatrik səbəblər var. Ona görə bunu sadəcə nəfsinə hakim olmamaq kimi dəyərləndirmək təbii ki, doğru deyil. Və biz bunu anlamalıyıq ki, piyələnmə həqiqətən də həm sosial, həm də ciddi bir bioloji bir xəstəlikdir. Bu insanlar cəmiyyətdə ciddi şəkildə cəmiyyətdən kənarda qala bilirlər. Hətta mənim bir xəstəm var, deyir ki, doktor, vallahi avtobusa belə minə bilmirəm. Özümü narahat hiss edirəm. Adamlar təyyarədən istifadə edə bilmir. Gündəlik sosial aktivitetlərindən çox kənarda qalırlar. Və bununla yanaşı adamların ciddi narahatlıqları olur, ciddi şəkər xəstələri olurlar, ciddi təzyiqləri olur. Buna bağlı böyrəklərini itirən, dializ xəstəsi olan, gözlərində, görmələrində problem yaşayan onlarla insan var. Yəni biz bunu sadəcə nəfsinə hakim olmamaq kimi dəyərləndirsək, biraz o insanların haqqına girmiş olarıq. Ona görə bunu bu şəkildə dəyərləndirməməyi tövsiyə edirəm. Və bir tərəfdən də belə bir yanaşma da eləyə bilərik ki, məsələn, şəkər xəstəsinə insulin istifadə edirik də, düzdürmü? Onda deyə bilərdik ki, az yesəydi və yaxud da qidasına fikir versəydi istifadə eləməzdi də. Amma bu təbii ki, belə deyil. Hər bir cərrahi əməliyyatın, hər bir tibbi müdaxilənin, bu dərman vasitəsi olsa belə, bunun tibbi göstərişləri var. Tibbi göstərişlər əsasında icra olunur. Tibbi göstərişlərdə aparılan elmi araşdırmalar nəticəsində alimlərin gəldiyi qənaət budur ki, bu proseduru eləsək, bunu istifadə etsək, bu insan üçün faydalı olar. Ona görə bu şəkildə düşünməmizi çox da tövsiyə etmirəm. Bəli, haqlısınız. Çünki bəzi insanlar yaşadığı bəzi travmatik psixoloji olaylara görə yemə pozğunluğu yaşayırlar da, belə deyək, ya çox yeməkdən özlərini xoşbəxt hiss edirlər. Yəni sanki o çoxlu yeməklə emosiyalarını bastırırlar. Bu da onların obezitəyə gəlməsinə səbəb olur. Xüsusilə də qadınlarda daha çox olur. Mən çox xanım xəstə tanıyıram ki, münasibətlərində yaranan problemlərdən adam normal çəkisində 50-60 kilosunda olan bir adam bir münasibətində yaşadığı problemdən yemə pozğunluğu yaranır və adam çox ciddi bir şəkildə kilo alır. Yəni ciddi obez bir xəstəyə çevrilir yəni. Bəli. Bu münasibətlərə də təsir edir təbii ki. Bu həm də genetik faktor da ola bilər də. Yəni adam var deyir ki, bəzi insanlar var deyir ki, mən su içsəm yarayır mənə, heç bir şey yemirəm. Ya bu həqiqətən doğrudur yoxsa? Yəni belə deyim, hər kəsin metabolizm sürəti fərqlidir. Bir insanın metabolizmi digər insanın metabolizmindən fərqlidir. Təbii ki, burada da hər insanın fərqli xüsusiyyətləri rol oynayır əlbəttə ki. Hər insan eyni deyil. Genetika da burada ola bilər. Əlbəttə ki, çox önəm daşıyır. Amma bizim yaşam tərzimiz də buna bir vasitədir, belə deyim. Yaşam tərzimizi normallaşdırdığımız zaman bu problemlərin əksər bir qismini həll etmiş ola bilərik əslində. İnsanlarda bariatrik əməliyyat sonrası belə bir qorxu var. Təbii ki, bu qorxularının əsası da xəbərlərdə çıxan bəzi negativ hallardır. Məsələn, əməliyyatdan sonra öldü xəbərlərini çox eşidirlər və bu sızmalar, qaçaqlardan insanlar çox qorxur ki, əməliyyat sonra həyatlarından ola bilərlər. Sizcə müasir tibbi elm bunun qarşısını ala bilirmi insanlarda, yoxsa bu risk həmişə var?
Belə deyim, istənilən tibbi müdaxilənin, hətta çox bəsit, belə deyim də, hərarət salıcı parastamol deyə bir dərman var. Çox sıx istifadə edirik. Parastamol belə ciddi qaraciyər, astominofren zəhərlənməsinə belə gətirib çıxara bilər. Yəni hər bir tibbi müdaxilənin, hər bir tibbi vasitənin özünün müəyyən müsbət və mənfi tərəfləri var. Amma müasir tibbin gəldiyi nöqtə bundan ibarətdir ki, artıq yeni texnologiyalar, müasir alətlər, müasir texnikalar vasitəsilə artıq bunlar süni intellekt dövründə yaşayırıq. Yəni bu bütün risklər artıq demək olar ki, minimallaşıb. Media məsələsi də bundan ibarətdir ki, media hər zaman negativi işıqlandırmağa çalışır. Məsələn, hər gün yolda avtomobil qəzası xəbərini eşidirik və görürük. Amma görün nə qədər insan sağ-salamat evindən çıxır və evinə qayıdır. Amma bunu heç kim göstərmir, çünki bu bir xəbər əhəmiyyət də daşımır. Amma mində bir olan, çünki müasir bariatrik əməliyyat sonrası ağırlaşma ehtimalı təxminən mində birlərə, mində beşlərə qədər düşüb artıq. Yəni bu çox-çox aşağı bir rəqəmdir. Yəni indi artıq rahat bir şəkildə əməliyyatdan yəni, sonra əlbəttə ki, və belə deyim, dediyim kimi hər bir tibbi prosedurun özünün müsbət və mənfi tərəfləri var. İndi gəlin bunu belə müqayisə edək. Mində birlik bir ehtimalmı, yoxsa cəmiyyətdən kənarda qalmaqmı, ciddi şəkər xəstəsi olmaqmı, yüksək təzyiqə bağlı beyin qanaması keçirib aylarla yataq xəstəsi, baxım xəstəsi olmaqmı, gözünü itirib kör olmaqmı, yoxsa mində bir risk almaqmı? Yəni bunu artıq belə deyim, xəstə ilə danışaraq, pasientlə danışaraq, ətraflı izah edərək bu şəkildə bir qərar almaq lazımdır. Və insanların məncə Sevda xanım, qorxuları da bilsinizmi nədən olur? Əməliyyatdan öncə xəstə ilə əslində hər şeyi geniş, detallı danışmaq lazımdır. İnsan əslində bilmədiyi şeydən qorxur. İnsan əgər ola biləcəkləri bilirsə, adətən qorxmur. Və ona görə də bu kimi problemlər yaşansa belə çox rahatlıqla həllini tapa bilir. Yəni aydındırmı? Ona görə bu kimi nüanslara diqqət etməmiz lazımdır təbii ki. Mədə keçirtmə əməliyyatı ilə bağlı insanlarımızda belə bir qorxu var ki, birdən əməliyyat olaram, şikəst qalaram. Əvvəlki kimi yemək yeyə bilmərəm. Şikəst qalmağı əvvəlki kimi yeyə bilməmək kimi nəzərdə Bəli. Və saç tökülməsi ilə bağlı qorxular var ki, bəs əməliyyatdan sonra saçım tökülə bilər və ya əməliyyatdan sonra daha yaxşı yemək yeyə bilmərəm əvvəlki kimi. Sizcə bu qorxular əsası var, yoxsa bu da bir mifdir? Ümumiyyətlə belə deyim də, mənə adətən elə suallar xəstə verəndə deyirəm ki, elə yeyib bu vəziyyətə gətirmisən. Daha başa düşdünüzmü? Və bu bir qətiyyən şikəstlik deyil. Sadəcə biz Azərbaycanlılar olaraq yeyib-içən millət olduğumuz üçün. Məsələn, mənim bir xəstəm var, deyirdi ki, doktor, mən elə hər oturuma 2 boşqab yemək yeyirdim. İndi yeyə bilmirəm. Başa düşürsünüz? İnsan özü psixoloji olaraq zəif hiss edir. Amma əslində belə deyil. Biz mədə keçirmə əməliyyatıyla bu insanlara yeni bir şans veririk ki, qidalanma vərdişlərini düzəltsinlər, öz həyat tərzlərini dəyişsinlər, yeni bir həyata qədəm qoysunlar. Yəni normal olanına qaytarırıq, aydındırmı? Ona görə bunu mən şikəstlik olaraq görmürəm. Saç tökülməsi də belədir. Biz bu xəstələri sadəcə əməliyyat etmirik. Əməliyyatdan sonra sıx-sıx kontrollara çağırırıq və xəstə nə qədər kontrollara nizamlı, intizamlı şəkildə gəlirsə, bu pasientlərin kilo vermə davamlılığı digər pasientlərə görə hər zaman daha çox olur. Çünki bunlar hər zaman kontrolda olurlar və beyin olaraq düşünürlər ki, mən doktorun yanına gedəcəm, çəkim artıq olmamalıdır, yeməyimə diqqət eləməliyəm. Başa düşdünüzmü? Bu şəkildə bir nizam-intizam formalaşır. Saç sökülməsi də belədir ki, əməliyyat sonrasında bəzi pasientlərdə vitamin əksikliyi yarana bilir. Amma biz bunları müvafiq analizlərlə korreksiya eləyə bilirik. Bu bir qorxuya çevriləcək bir səbəb deyil. Müvafiq vitaminlərlə biz bu problemlərin çox rahatlıqla öhdəsindən gələ bilirik. Əla, yəni siz əməliyyat olunub evə buraxıb sadəcə özü ilə baş-başa buraxmırsınız, pasienti də izləyirsiniz. Xəstə sıx-sıx kontrollara gəlir, müəyyən müayinələrdən keçir, qan analizlərindən keçir. Biz bunlar vitaminlərinə baxırıq, bəzi qan dəyərlərinə baxırıq. Yəni xəstə sıx olaraq bizim təqibimizdə qalır. Yəni əməliyyat elədik getsin, elə bir şey deyil yəni. Biz bəzi insanlarda görürük ki, mədə keçirmə əməliyyatı eləyib, yenidən çəki alırlar və təzədən əməliyyata girirlər. Bu cür insanları görən, başqa çəki problemi olan insanlar da düşünür ki, birdən mən də əməliyyat eləyərəm, çəkim artar, pulum boşa gedər və ikinci dəfə təzədən əməliyyata girməli olaram. Siz nə düşünürsünüz? Bu problemin
qarşısını almaq mümkündürmü? Yəni mədə keçirmə əməliyyatından sonra çəki artımı deyə bir şey olurmu insanlarda? Əlbəttə ki, təbii ki, mədə kiçilmə əməliyyatından sonra bu görülə biləcək bir haldır və biz bunu da xəstələrindən hər zaman danışırıq. Hər zaman özlərinə də bildiririk. Və mən xəstələrə hər zaman dediyim bir ifadə var ki, bu əməliyyat bir sehirli çubuq deyil. Bu bir başqa bir şey deyil, yəni. Bu sadəcə bir cərrahi müdaxilədir. Və biz sizə yeni bir həyat üçün bir şans veririk. Bir qapı açırıq ki, siz bu qapıdan keçib yeni, gözəl, normal həyatınıza dönəsiniz. Və ona görə də tez-tez müvafiq olaraq kontrollara dəvət edirik və biz dietoloqla birlikdə çalışırıq. Dietoloqumuz sıx-sıx nəzarət edir bu şeylərə. Bu yaxşı. Sən əlbəttə ki, bəzi pasientlər gəlir, deyir ki, doktor, hər şey gözəldir, amma şirniyyatdan keçə bilmir. Biz artıq bildirik ki, bu pis bir şeydir. Əlbəttə ki, siz hər bir şeyi yeyəcəksiniz, yeyə də bilərsiniz. Əməliyyatdan sonra biz müvafiq olaraq ilk növbədə başlayırıq sulu qidalarla. Bundan sonra blenderdən keçmiş yumşaq qidalara keçirik. Və təxminən 1 ilin tamamında artıq insan əvvəlki nə yeyirdisə də ona dönür. Yəni vərdişi dəyişməklə bunun qarşısını almaq. Əlbəttə ki, və burada ən önəmli məsələ ondan ibarətdir ki, artıq hansı porsiyalarla nə yeyəcək ona qərar verəcək bu şəxs. Sən karbohidrat çox qəbul edəcəksənsə, zülalını yetəri qədər qəbul etməyəcəksənsə, bədənin çökəcək. Karbohidrat çox qəbul edəcəksən, kökələcəksən. Biz bunları xəstələrə hər zaman bildiririk. Ona görə çalışırıq ki, xəstələrlə kontaktımızı itirməyək ki, bu nizam-intizam da pozulmasın. Və bu əməliyyatın əslində uzun dönəm nəticələrində ən önəmli nüanslardan biri nizam-intizamlı şəkildə bu yolu davam elətdirmək. Yəni biz pasientlə yeni bir yola başlayırıq, ikimiz də eyni anda başlayırıq və bu yolu birlikdə çox uğurlu bir şəkildə də davam elətdirə bilərik. Əgər nizam-intizamlı olarsa. Bunu təbii ki, pasientlərimizə dəfələrlə bildiririk. Və hətta pasientlərə bildiririk, bax, əgər sən aktiv olmayacaqsansa, sənin aktiv həyatın olmayacaqsa, sən qidalanmanı düzəltməyəcəksənsə, heç biz o pasientlərə əməliyyat belə eləmirik. Çünki bu pasientlərə əməliyyat etməyin bir mənası yoxdur. Adam əvvəl kimi yenə də yeyib yatacaqsa, onun bir mənası yoxdur. Biz pasientlərə əməliyyatın hətta 3-cü saatından qaldırıb gəzdiririk. Həmin günü elə Eyni gün adam əməliyyat olduğu gün əməliyyatdan 3 saat sonra durur gəzir. Aydındırmı? Yəni biz bu pasientlərin aktiv olmağını istəyirik və tələb də edirik. Və bu istəyimizi öncədən də bildiririk. Yox, pasient deyirsə ki, yox, biz artıq o pasientlərə əməliyyat etmirik. Çünki o pasientlər fayda görmürlər. Amma nizam-intizamlı, bizim sözlərimizə əməl edən, dietoloqun nəzarətində sıx-sıx olan, müvafiq müayinələrə gəlib gedən pasientlər əlbəttə ki, uğurlu nəticə ilə də həyatlarını davam edirlər. Əla. Yəni doğru mütəxəssisin dediyinə qulaq asanda heç bir fəsadlar olmaz. Bəli. Yəni fəsad olduğu zaman belə bunu çox rahatlıqla aradan qaldırmaq olur. Mən ətrafımda son zamanlar belə bir maraqlı situasiya ilə qarşılaşmışam. Bəzi insanlar 5-10 kilo çəki artıqlığı var. Düşünürlər ki, mən bu çəkini illərdir ata bilmirəm diyetlə, idmanla. Gedib mədə kiçiltmə əməliyyatı edeyim, rahat bir şəkildə çəkini atım. Qətiyyən düzgün deyil. Və hətta mənim bir neçə belə pasiyentim də var. Hətta valla eləsi var ki, hər həftə, ən az həftədə bir dəfə yazır ki, doktor, çəkim bu qədərdir, əməliyyat istəyirəm. Və biz bu pasiyentləri heç bir zaman əməliyyat etmirik. Və hər zaman diyet, idman və digər üsullarla çəkisini atmağa sövq edirik, yönləndiririk, belə deyim. Bu əməliyyatlar tibbi göstərişlər əsasında olunan bir əməliyyatlardır. Beynəlxalq protokollarda Edmonton sınıflandırılması var, ən çox istifadə edilən sinifləndirmələrdən biridir. Buna uyğun xəstələr mədə kiçiltmə əməliyyatı olunur. Və yaxud da digər, yəni bariatrik prosedurlar sadəcə mədə kiçiltmə ilə yekunlaşdırılmır. Düzdür, ölkəmizdə və dünyada ən çox icra olunan əməliyyat mədə kiçiltmə əməliyyatıdır, amma sadəcə mədə kiçiltmə deyil, başqa prosedurlar da var. Və bunlar hamısı tibbi göstərişlər əsasında olunur. Yəni 5-10 kilo çəki artıqlığına görə icra olunacaq bir əməliyyat deyil. Bəs hansı kateqoriyaya olan insanlar sırf mütləq mədə kiçiltmə əməliyyatı etməlidirlər? Yəni burada artıq biraz fərqli nüanslar var. Burada xəstəyə görə dəyişir. Xəstənin yaşı önəmlidir. Xəstənin yanaşı xəstəlikləri önəmlidir. Xəstənin məsələn ciddi metabolik problemləri varmı, yoxmu?
çəkisi nə qədərdir, yaşı nə qədərdir, bunlar boyu nə qədərdir. Bunlar bir neçə nüans var ki, məqam var ki, biz bunlara birlikdə qərar verərək əməliyyat şansı veririk bu xəstələrə. Amma dediyim kimi bunlar detallı şəkildə gözdən keçirilir. Əgər xəstənin məsələn deyirəm, çox ciddi bir psixiatrik problem varsa, bu xəstəni əməliyyat etmək çox da doğru deyil. Çünki əməliyyatdan sonra bu pasientlərin idarə olunması çətindir. Çünki ən azından sən ilk dönəmlərdə də olsa qidalanma vərdişlərinə əməl etməsi lazımdır. Elə pasiyent var ki, biz görmüşük bunda. Əməliyyatdan 5 gün sonra böyük bir şəkildə pendir dilimini yeyib və ciddi qarın ağrısı, ürək bulanma, bu kimi şikayətləri yaranıb. Gəlib məcbur şəkildə endoskopiya edirik və endoskopiyada görürük ki, böyük bir pendir dilimi. Ayılır deyirik və yaxınlarından soruşuruq, nə yeyib? Deyirlər, heç nə yeməyib, belə normal. Aydındırmı? Yəni ona görə burada pasiyenti ətraflı şəkildə dəyərləndirmək lazımdır və uyğun xəstələrə sadəcə bunu eləmək lazımdır. Bu bir gözəllik üçün olunan bir əməliyyat deyil. Düzdür, bu əməliyyatdan sonra bir çox pasiyent gözəlləşir, amma əsas məqsədimiz bizim pasiyentin gözəllik də məqsədlərimiz arasındadır, amma ilk planda onun daha sağlam, daha konforlu, daha gümrah və daha uzun müddət yaşamasıdır. Yaxşımı? Aydın, Bir də ona bu görə əməliyyatdan sonra hansı xəstəliklər sağalır, şəfalanır, onunla da bağlaya bilərsiniz. belə Şəkər deyim, və sair. əməliyyatdan sonra bir çox pasiyentlər təzyiq dərmanlarından tamamilə qurtula bilirlər. Şəkər dərmanlarından tamamilə qurtula bilirlər. Çəkisini itirdiyinə bağlı ciddi oynaq ağrıları olan pasiyentlər oynaq ağrılarından qurtula bilirlər. Hətta məsələn bəzi pasiyentlər var, polikistik ovar sendromu dediyimiz sonsuzluqla bağlı problemlər olur ki, mədə kismədən sonra bir çox pasiyent uşaq sahibi olur. Əlbəttə ki, bəli, bunlar hamısı köklüyün, obezitenin yaratdığı yan təsirlərdir, fəsadlar. Aydındır. Ona görə bu pasiyent qruplarını diqqətli seçməkdə fayda var hər zaman. Ona görə bu çox incə məqamlar var. Aydındır. Ona görə biraz diqqətli olmaq lazımdır. Hər kök adamı əməliyyat eləmək olmaz. Elə adam var ki, məsələn deyirəm, bədən kütlə indeksi 35-dir. Pasiyenti görməsən deyərsən ki, bu adam üçün bəlkə də gələcəkdə mədə kismə əməliyyatı oluna bilər. Amma pasiyent gəlir qarşına ki, əzələli idmançı bir adamdır. Aydındır. Yəni burada çəki artıqlığı əzələ kütləsi hesabınadımı, pi hesabınadımı, ümumilikdə yanaşı xəstəliklərindəndir. Yəni bir neçə məqam var ki, burada aydınlaşdırılmalıdır. Hər kəsin fərqli Fərdi yanaşılmalıdır. Tamamilə fərdi yanaşılmalıdır, bəli. Son zamanlar hər kəsin qorxulu yuxusuna çevrilən bir xəstəlik var, xərçəng xəstəliyi və statistikalarda onu göstərir ki, hər 8 qadından biri həyatının boyunca süd vəzi xərçəngi ilə üzləşə bilər. Yəni indiki dövrdə bu xəstəlik çox yayılıb. Mən bilmək istəyərdim ki, həqiqətən də son dövrlərin xəstəliyidirmi bu? Yoxsa əvvəldə keçmiş zamanlarda da xərçəng xəstəliyi deyilən bir anlayış var idi? Deməli mən bu haqqda çox ciddi araşdırmalar eləmişəm. Özümə də maraqlı idi ki, çünki atalarımızdan, böyüklərimizdən eşidirik ki, axır vaxt xərçəng artıb. Amma deməli Edwin Smith papirusları var. Eramızdan əvvəl 2000-3000-ci illəri əhatə eləyir. Yəni təxminən günümüzdən 5000 il əvvələ qədər əvvəlin yazılarında belə süd vəzi xərçəngi ilə bağlı yazılar mövcud idi. Yəni insanlıq tarixi olduğu gündən bu günə qədər xərçəng olub. Yəni bu son dövrlərin bir xəstəliyi deyil. Hətta mən sizə bunu deyə bilərəm ki, son dövrlərdə tibbin inkişafı ilə əlaqədar xərçəng artıq daha erkən mərhələdə aşkarlanır. Və yəni hər dövr bu xəstəlik var. Əlbəttə ki, hər dövrdə bu xəstəlik var idi. Sadəcə bir, insanlar arasında kommunikasiya o qədər yüksək səviyyədə deyildi ki, insanların bundan xəbəri olsun. 2, tibb o səviyyədə deyildi ki, ölüm səbəbini bilsinlər ki, bu xərçəngdən idi. Aydındır. Və bu kimi nüanslar ona gətirib çıxardı ki, insanlar düşünür ki, indi xərçəng çox. Amma xərçəng hər zaman var idi. Xərçəng yeni bir şey deyil. Hətta Hipokrat belə zamanında, ümumən Hipokratın düşüncəsinə görə insan bədəni 4 mayenin qarışımıdır. Burada nələr var? Qan, bəlğəm, sarı öd, qara öd deyə bir mülahizəsi var idi və qara ödü
çox olanların xərçəng bu insanlara daha çox rastlandığını düşünürdü. Qara ödü çox olan insanlar da aqressiv, melanxolik, depressiv insanlar olduğunu Yəni deyir. qanı qara sözü burdan qaynaqlanır Qanı əslində. qara sözü bəlkə də buradan gəlir. Bunu bilmirəm. Bunu filoloqlar araşdırsa daha yaxşı olar. Zamanında Hipokrat əslində bilmirdi ki, stres xərçəng üçün bir nömrəli risk amilidir. O onu bilmirdi. Amma görürdü ki, stres fonunda insanlarda bu daha çox rastlanır. Yəni sözüm canımdan ibarətdir ki, xərçəng insanlıq tarixi başladığı dövrdən bu günə qədər var. Yeni bir şey deyil. Hətta elmin inkişafı ilə əlaqədar son 30 ilin statistikasında süd vəzi xərçənginin elə məsələn süd vəzi xərçəngini misal gətirək. Süd vəzi xərçəngi qadın ölümləri arasında, xərçəngə bağlı qadın ölümləri arasında hər zaman birinci yeri tuturdu. 30 ildə heç dəyişməyib. Hər zaman birinci yeri tuturdu. Amerika Kanser Dərnəyinin 2026-cı il proqnozlarına əsasən, biz bunu 3-4 il sonra biləcəyik ki, bu həqiqətən belə oldu ya yox. Bu il süd vəzi xərçəngi artıq ikinci pilləyə gerilir. Bunu birinci ağciyər xərçəngi olacağını düşünürlər. İkinci pilləyə geriləməsində səbəb ondan ibarətdir ki, artıq insanlar arasında süd vəzi xərçəngi ilə dair maariflənmə artıb və yeni aparatlar, yeni texnologiyalar çıxır və xərçəng artıq erkən dövrdə aşkarlanır. Hətta erkən dövrdə aşkarlandığı zaman 98%-ə qədər sağ qalma ehtimalı var. Aydındır? Yəni erkən dövrdə aşkarladığımız zaman tamamilə sağalan bir xəstəlik. Tamamilə bizim həll edə biləcəyimiz bir problemə çevrilir. Amma biz gecikdirdiyimiz zaman, biz bunları gələcək zamana buraxdığımız zaman təbii ki, müalicə şansımız, yəni tam müalicə şansımız azalır. Belə. Bəzi insanlar xərçəng xəstəliyini müəyyən təbabətlə, bitkilərlə, otlarla şəfalandıra biləcəklərini düşünürlər və ona görə müalicədən və əməliyyatdan qaçırlar. Düşünürlər ki, təbii bitkilərdən hazırlanmış dərman yolu ilə bu xəstəlikdən qurtula bilərlər. Sizcə bu yanaşma doğrudurmu? Siz nə düşünürsünüz bu barədə? Bilmirəm, tamaşaçılar tərəfdə fərqli reaksiya görə bilər mənim bu münasibəti. Mən buna tamamilə pis baxmıram. Əgər biz 2000 il əvvəl yaşasaydıq, amma indi artıq müasir dövrdə, süni intellektin olduğu bir dövrdə, müasir təbabət dövründə bunlara inanmaq insan həyatını sadəcə geri sala bilər. Çünki 2000 il əvvəl belə idi. Xərçəng həqiqətən də sağalmaz bir xəstəlik olaraq qəbul edilirdi. Hətta Yunan mifolojisində Asklepiosa, şəfa tanrısına, təbabət tanrısına süd vəzi formasında hədiyyələr olunurdu ki, Allah bizi bu xəstəlikdən qorusun. Allah bizi bu xəstəlikdən sağaltsın. Amma sonradan tibb inkişaf etdikcə aydın oldu ki, bunun fərqli müalicə yöntəmləri var. Törəmələrin hər biri fərqli xüsusiyyətləri var, fərqli biologiyası var, özünü fərqli bir şəkildə aparırlar. Yəni sadəcə o yeri kəsib çıxartmaq belə onun tamamilə sağalması demək deyil. Aydındır? Yəni ona görə artıq müasir təbabətdə türkə çarə ilə deyil, elmi təsdiqlənmiş, dəfələrlə eksperiment aparılmış və insan yaşamını artıran, xəstəliyi sağaldan, müalicə edən vasitələrdən istifadə etməyi biz tövsiyə edirik. Çünki bunun elmi təsdiqi var. Bunu dəfələrlə. Biri var, məsələn, türkə çarələrini danışdırsan adətən, bunlar deyirlər ki, mənim təcrübəmə əsasən. Amma normal həkimdən sorsanız, heç bir həkim mənim təcrübəm deyə bir şey danışmaz. İnsanlar aparılmış ciddi elmi araşdırmalardan danışar. Çünki mən də insanım, mən də bir fərdən mən səhv edə bilərəm. Amma yüzlərlə, minlərlə insan yığışır və ciddi bir elmi araşdırma aparır. Bu Onlar daha elə bir plasebo etkisidir də, özlərinə süni şəfalandırıcı şeylər yaradıb ona inanıblar. Vallahi, bax, mən həqiqətən elə xərçəng xəstələri görmüşəm ki, adam deməli mədə xərçəngi diaqnozu qoyulur və dindar bir insan olur. Mən dindar insanlara həqiqətən çox böyük hörmətim var. Adama xərçəng diaqnozu qoyulur. Adam gedir dini rituallar icra edir. 2 il gecikdirir, 2 il. 2 il sonra gəlir və artıq ona heç bir əməliyyatın, heç bir müalicənin artıq faydası yoxdur. Aydınım. Yəni ona görə zamanında doğru mütəxəssislə doğru müalicəni aldıqda biz bu pasiyentlərə gələcək vəd edə bilirik. Amma türkə çarələrlə bu bir insana qarşı törədilmiş bu bir cinayətdir əslində.
Bir çox insan bu xəstəlik zamanı biopsiya etməkdən çəkinirlər. Düşünürlər ki, biopsiya xərçəng xəstəliyini biraz da yayar, daha çox ağır fəsadlarla üzləşə bilərlər. Sizcə bu həqiqətdir yoxsa mifdir? Burada əslində belə bir incə məqam var. Doğru mütəxəssisdən doğru şəkildə icra olunan biopsiya da xərçəng yayılması deyə bir anlayış ola bilməz. Demək olar ki, yəni praktiki olaraq bu demək olar ki, rast gəlinmir. Amma bu mənim üçün özüm üçün də maraqlı idi. Deməli, xərçəng şübhəsi yarandığı zaman, yəni xəstəyə bir diaqnoz qoyulur ki, bu xərçəng ola bilər. Biopsiya etdirməsinə qədər keçən müddət 3 aydan çox olan şəxslərlə 3 aydan az olan şəxslərin yaşama müddətində 20% fərq var. Zamanında biopsiya etdirən insanlar biopsiya etdirməyən insanlardan daha çox yaşayırlar. Bu həm erkən diaqnoz qoyub zamanında müalicə ilə əlaqəlidir. Həm də biopsiyasını gecikdirən insanların müalicəyə yatqınlığı digər insanlara nisbətən az olur. Müalicələrini vaxtında almırlar və bu onların digər insanlardan 20% daha az yaşamasına səbəb olur. Aydındır. Yəni burada da çox incə məqamlar var. Biopsiya elə bir tibbi elmi araşdırma da yoxdur ki, konkret deyilsin ki, biopsiya olundu və xərçəng yayıldı. Elə bir elmi araşdırma yoxdur. Amma biz biopsiya etdirmədən biz bilə bilmərik ki, xərçəngmi deyilmi? Heç onu belə bilə bilmərik. Aydındır. Və xərçəngin hansı növüdür? Bəlkə elə növüdür ki, bu tamamilə dərman müalicəlidir. Heç buna cərrahi müdaxiləyə belə ehtiyac yoxdur. Aydındır. Və yaxud da hansı cərrahi müdaxiləyə. Yəni əməliyyat belə şəkli dəyişir. Edəcəyimiz əməliyyatın şəkli dəyişir. Əməliyyatdan əvvəl və əməliyyatdan sonra verəcəyimiz müalicə dəyişir. Yəni bunların hamısına təsir edir. Ona görə biopsiyadan qorxmaq lazım deyil. Uyğun mütəxəssisdən zamanında bunu etdirib diaqnozunu doğru alıb və doğru müalicəsini eləmək lazımdır. Çünki diaqnoz doğru olmadığı zaman nə müalicə edirsən elə bir mənası yoxdur. Bəli, zamanında müdaxilə olunsa, əslində bir çox insanın həyatı tez bir zamanda xilas ola bilər bu Əlbəttə ki, xəstəlikdən. tamamilə. Bununla yanaşı eyni zamanda kimyoterapiyadan da insanlar qorxur, çəkinir ki, bəs saç tökülməsi və sair o proseslər biraz ağır acılı olur deyə, Elə. yəni onlar da başa düşmək olur. Və siz bu proseslərdə necə pasientlərinizlə danışırsınız? Mən adətən belə bir nüansı onların diqqətinə çatdırıram ki, müvəqqəti saç tökülməsimi, yoxsa sənin ailəndən ömürlük uzaqda qalmanmı? Aydındır. Yəni burada biz dediyim kimi müsbət və mənfi tərəflərini qarşılaşdırmaq lazımdır. Bunu etməsək nə olar, etsək nə olar? Və artıq müasir indi onkoloqlar bu barədə danışsa daha yaxşı olar. İndi sadəcə sual olduğu üçün deyirəm. Müasir preparatlar artıq o qədər iləri bir səviyyəyə gəlib ki, artıq bu problemlər demək olar ki, çox az hallarda yaşanır. Yaşandığı zaman da bu çox asanlıqla həll ola bilir. Aydındır. Yəni ona görə artıq bunlardan qorxub qaçmaqdansa zamanında bunu etdirmək, zamanında doğru mütəxəssisə müraciət etmək, zamanında doğru müalicəni almaq, bunlar daha önəmlidir. Aydındır. Ona görə qorxmaq lazım deyil. Nə biopsiyadan qorxmaq lazımdır, nə kimyəvi terapiyadan qorxmaq lazımdır. Bəzən bizə xəstələr müraciət edir. Məsələn, adətən mədə xərçəngləri biraz irəliləmiş mərhələdə bizim qarşımıza çıxır. Və bu xəstələrə biz əməliyyat önündə bir kimyəvi terapiya veririk ki, xərçəng lokallaşsın. Xərçəng gözlə görmədiyimiz xərçəng hüceyrələr olur ki, yayılır. Bu xərçəng hüceyrələri ölsün və bundan sonra biz mədəni çıxarıq və bununla da bu iş bitsin. Və bundan sonra da bəzən əməliyyatdan sonra da müalicə verə bilirik. Və bu şəkildə olduğu zaman xəstənin sağ qalımı da artır. Xəstə daha konforlu yaşayır, daha rahat yaşayır, xəstəliksiz yaşayır, ən önəmlisi. Xəstəyə bunu dediyin zaman xəstə artıq bütün müalicələrdən də bəzən imtina edə bilər. Çünki kimyoterapiya o qədər insanlara qorxulu izah ediblər ki. Amma əslində minlərlə insan bunu alır. Aydındır. Yəni bundan qorxmaq lazım deyil. Sadəcə uyğun mütəxəssislə zamanında doğru müalicəni almaq lazımdır. Adətən xərçəng xəstəliyinə tutulan insanların bədənlərində baş verən müəyyən dəyişiklikləri onların ailə üzvləri daha tez tutur. Və ailəsində olan insanlar bunu görür, həmin insanın ağrı acısını, problemlərini və özləri də hiss edir ki, burada nəsə
Yolunda getmir. Bəli, yolunda getmir. Elə Bu zaman məsələn bu xəstəlik elə bir şeydir ki, bütün ailənin həyatına təsir edən bir şeydir çox də. ciddi təsir Bəli, edir. bu Bəli. zaman ailə üzvləri nə etməlidirlər? İlk etdikləri şey nə olmalıdır sizcə? Bir çox hallarda biz nə ilə rastlaşırıq? Pasiyent özü qorxusundanmı deyim, çəkincəkliyindanmı deyim, bir şəkildə birbaşa həkimə müraciət eləmir. Gizlədir. Gizlədirlər, bəli. Ailə üzvlərinin təkidi ilə gəlirlər. Və bu kimi hallarda ailə üzvləri müalicənin əslində bir parçasına çevrilirlər. Çünki biz bilirik ki, xərçəng xəstələrində xüsusilə də xərçəng xəstələrində psixoloji, emosional faktor o qədər önəmlidir ki, məncə bu podkastı izləyən həkim yoldaşlarım da bunu təsdiqləyər ki, pozitiv enerjili, deyib gülən və sağalacağına inanan şəxslər hər zaman daha yaxşı sağalırlar. Hər zaman Bəli. onların əməliyyat sonrası dönəmi daha rahat keçir. Ailəsi dəstək olan insanlar hər zaman bir addım daha öndə olurlar. Biz sosial mediada da görmüşük ki, yoldaşlarına dəstək olan, məsələn, xanımdır, həyat yoldaşı ona dəstək olur və tez bir zamanda bu xərçəng xəstəliyindən qurtulur. Belə videolar çox qarşınıza çıxır. Əlbəttə ki, bu ümumiyyətlə çox ciddi psixoemosional bir vəziyyətdir və ailə üzvləri pasiyentə dəstək olduğu zaman müalicə dəfələrlə öz effektini artırır. Ona görə biz ailə üzvlərini kənar komponent deyil də müalicənin bir hissəsi olaraq görürük. Və bəzi önəmli məsələlər var, önəmli məqamlar var. Məsələn, ailə üzvləri görürsə ki, adam sürətli şəkildə çəki itirir. Bağırsaq vərdişlərində ciddi dəyişikliklər var. Adam görürük, gəlir bizə müraciət edir. Deyir, doktor, 4 aydır böyük barədə selik gedirəm. Bu əvvəl kimi deyil axı. Bu yenilikdir. Yəni bunu artıq bir müayinə eləmək lazımdır, bir araşdırmaq lazımdır. Deyir, doktor, mən aylardır nəcisimdə qətran rəngində bir nəcis görürəm. Bu axı əvvəl belə deyildi. Bu yeni yaranıbsa bunu bir araşdırmaq lazımdır, bir bilmək lazımdır. Ona görə ailə üzvləri də vizual olan bəzi şeyləri görür. Ailə üzvlərinə deyildiyi zaman da artıq həkimə yönləndirmək, müayinədən dediyim kimi qaçmamaq lazımdır. Qaçaraq heç nə əldə edə bilmərik. Amma zamanında müraciət olunanda bu tamamilə sağalan bir xəstəlikdir. Yəni bundan qorxaraq nəsə əldə edə bilmərik. Yəni belə düşünək də, yanğın varsa, yanğın söndürən gələndə heç olmasa bunun üçün qapını açmaq lazımdır. Bir şəkildə ona yardım eləmək lazımdır. Amma sən yanğın söndürənə səhv adres versən, sən yanıb kül olacaqsan. Aydındır? Ona görə bu məsələlərə diqqətli olmaq lazımdır. Bir də belə xəstəlikləri araşdıran bir çox insan başlayır ki, bədənini analiz eləməyə. Bədənlərində müəyyən bir dəyişiklik görən kimi, məsələn, şişlər görən kimi ya da həkimə gedir tutaq ki, bədənin müəyyən nahiyəsində polip aşkarlanır və o düşünür ki, mən artıq xərçəng xəstəliyinə tutulmuşam. Ya hansısa şişdən, ya polipdən düşünür ki, mən artıq xərçəng xəstəsiyəm və başlayır özünü stressə salmağa. Bəs bu hansı məqamlarda biz xərçəngdən şübhələnə bilərik? Yəni hansı növ şişlər olsa, hansı növ poliplər olsa bu xərçəngə çevrilə bilər? Ümumiyyətlə, deməli, bir neçə tip pasiyentlər var. Bəziləri qorxusundan heç bir müayinə elətdirmirlər. Bəziləri də qorxusundan yerli yersiz o qədər gərəksiz müayinələrdən keçirlər ki, biz həkim olaraq belə özümüz belə şey qalırıq ki, bu niyə bu qədər şey eləyir? Aydındır. Yəni ona görə zamanında bəzi kontrollar var. O müayinələrdən keçmək lazımdır. Qadınlar 40 yaşından sonra mütləq şəkildə süd vəzi müayinələrindən keçmələri lazımdır. 40 yaşına qədər isə özlərini əllə müayinə etmələri lazım. Və bunun haqqında internetdə bir neçə videolar da var. Kəndi-kəndinə meme müayinəsi yazırsan, türklərdə bir neçə belə video var. Azərbaycanlılarda da var. Və yaxud da məsələn, bağırsaq xərçənginin qarşısını almaq üçün 50 yaşından sonra hər kəs sağlam, heç bir şübhəsi olmayan insanlar belə 10 ildə bir, 5 ildə bir bəziləri kolonoskopiyadan keçməlidirlər. Və bunlar erkən zamanda aşkarlandığı zaman bunlar həll ola bilən bir problemlərdir, belə deyim. Kişilər üçün, prostat üçün xüsusilə PSA analiz dediyimiz bu analizləri vermələri lazım. Yəni zamanında müvafiq müayinələrdən keçmək lazımdır ki, hər şeyi vaxtında aşkarlayasan. Yəni aydındır. Ona görə qəti şəkildə qorxmaq lazım deyil. Yəni əsasən bu müayinələrin cavablarına əsasən bir fikir yürütmək olar ki, əlbəttə ki, bu artıq növbəti addım həkimin işidir. Aydındır. Pasiyentin işi ondan ibarətdir ki, zamanında gəlsin müayinələrindən keçsin. Doğru müayinə və doğru diaqnoz. Bəli. Doğru müayinə, doğru diaqnoz, doğru müalicənin təməlidir. Bunlar olmadan
müalicəmiz heç bir şəkildə doğru gedə bilməz. Haqlısınız. Xərçəng xəstəliyi elə bir xəstəlikdir ki, ümumiyyətlə bu sözün adı belə insanlara çox ağır gəlir. Düşünürlər ki, belə bir diaqnoz qoyuldusa və ya risk daşıyırsa, özlərinə o dəqiqə ölüm hökmü oxuyurlar ki, mən artıq öləcəm. Allah bu nə idi gəldi başıma. Bəli. Bu kimi yanaşmalar olur. Doğru Belə deyirsən. bir halla rastlaşan məsələn ola bilsin ki, belə bir diaqnoz qoyulur pasiyentə ki, bəs xərçəng riski daşıyır və ya bu xəstəliklə üzləşir. Belə bir halla qarşılaşan insanlara nə məsləhət görürsüz? İlk növbədə bunu demək istəyirəm ki, 85 yaş altı populyasiyada ölüm səbəbləri arasında ən sıx rast gəlinən ikinci ölüm səbəbi xərçəngdir. Və xərçəng o qədər geniş yayılıb ki, ortalama hər 6 nəfərdən biri xərçəngdən ölür. Yəni xərçəng ətrafımızda çox geniş yayılmış bir xəstəlikdir. Bunu bilməmiz lazım. İkinci növbədə onu bilməmiz lazımdır ki, artıq müasir tibb o qədər inkişaf edib ki, artıq o qədər yeni preparatlar çıxıb ki, xərçəng haqqında biz artıq o qədər yeni məlumatlar bilirik ki, artıq onun daha yaxşı müalicə edə bilirik. Artıq tibb 100 il əvvəlki tibb deyil. Aydındır. Yəni tibbdə də çox böyük yeniliklər, çox böyük inkişaflar, yeni müalicə üsulları, yeni əməliyyat üsulları, yeni dərman vasitələri istifadə olunur və artıq bu üsullar vasitəsilə xərçəng xəstələrində çox ciddi bir şəkildə ümid yaranır. Aydındır. Yəni 200 il, 300 il qabaqki kimi deyil artıq. Artıq tibb çox inkişaf edib və müasir preparatlar, müasir üsullarla zamanında aşkarlanan xərçəng tamamilə sağala bilir. Gec mərhələdə aşkarlanan xərçənglər belə Sağalma ehtimalı var. Sağalma ehtimalları onlarda belə var. Yəni %100 deyil, təbii ki də. Erkən mərhələdə aşkarlananda 98%-dirsə, gec mərhələdə aşkarlananlarda da bəzilərində hətta 40%, 50%-lərə qədər arta bilir müalicə ilə. Aydındır. Yəni ona görə ilk növbədə bizim qorxmamamız lazımdır. Bir. İkincisi, biz bundan qorxduq, təşvişə düşdüksə, bu kimə nə qazandıracaq ki? Aydındır. Yəni bu problem varsa, bu problemi həll etmək lazımdır. Bu problemdən qaçım, özümü daha da depressiyaya salım, ümumiyyətlə cəmiyyətdən uzaqlaşım, bədənimdə kortizolu qaldırım, özümü stresə salım. Bu sadəcə xərçəngin işinə yarayar. Başqa bizi istəməyənlər. Aydındır. Yəni bu başqa heç kimin işinə yaramaz. Mən hər zaman nə deyirəm? Problem varsa problemi həll etmək lazımdır. Burada negativ düşüncələr, yarana biləcək fəsadları düşünmək lazım deyil. Konkret lazım bu problemdir. Problemin həlli nədir? Budur. Bununla da həll olunmalıdır. Yoxsa mən özümü depressiyaya salım, bu şəkildə olduğu zaman bir uğur əldə etmək çətindir. Və dediyim kimi, baxın, Hipokrat belə zamanında düşünürdü ki, negativ düşüncəli insanlar xərçəng daha çox rast gəlir bu adamlarda. Müasir tibb də bizə onu deyir ki, nə qədər negativ, nə qədər stresli bir həyat olarsa, hətta çox bəsit bir sizə misal çəkim. Gecə növbəsində işləyən insanlarda belə normal populyasiyaya görə xərçəng ehtimalı daha çoxdur. Çox bəsit bir şeydir əslində. Aydındır. Yəni nə qədər biz stresli bir həyat tərzi yaşayarıqsa, buna o qədər də çox rast gələrik. Ona görə biz həyat tərzimizi daha da düzəltməyə çalışmalıyıq və problem varsa bunu uyğun mütəxəssislə zamanında həll etməyə çalışmalıyıq. Bundan qaçmaq, bunu gecikdirmək sadəcə dediyim kimi biz istəməyənlər işə yarayar. Aydındır. Əlbəttə ki, fəsadları artırar bu sadəcə. Ona görə zamanında uyğun doğru müalicə ilə bu məsələlər həll ola bilən bir məsələlərdir. Doğru mütəxəssislə, doğru olunan müalicədə istənilən xəstəliyin sağalma ehtimalı çox olur. Əlbəttə ki. Təbii ki, bu miflər və şayələr hamısı yanlış mütəxəssislə, yanlış müalicə ilə yaranan fəsadlardan qaynaqlanır ki, qulaqdan dolma bilgilər və s. insanlar arasında yayılır. Belə olanda da sağalma ehtimalı yüksək olan insan da həmin şayələrə baxır, öz həyatını riskə atır. Yəni bilirsiniz necədir? Baxın, adi bir şey deyim. Facebookda məsələn bir həkim qrupu var da. Bir pasiyent öz şikayətlərini yazır, problemlərini yazır. Ora 3 nəfər ixtisaslı həkim cavab yazır. 33 nəfər
qonşu Südabə xala kimi insanlar yazır başa düşdün. Və inanırsınızmı ki, o problemini deyən adam o 3 nəfər mütəxəssisdənsə 33 nəfərə inanır. Və axırda da çox pis nəticələri gətirib çıxardır bu. Aydındır? Yəni doğru mütəxəssislə zamanında doğru müalicəyə yanaşmaq lazımdır. Ümumiyyətlə miflərdir, uydurmalardır, dedikodulardır. Bunlar tarix boyu olub. Bu Bəli, yeni bəli. yaranan bir şey deyil. Bu insanlıq yarandığı gündən bu günə qədər olub. Aydındır? Amma artıq müasir zamanda internet zamanıdır, dövr artıq fərqli bir dövrdür. İnsanlar xəstəliklərini artıq ChatGPT-yə soruşub gəlirlər. Aydındır? Yəni müasir dövrdə yəni sən bir araşdır. Ən azından bir araşdır. Hətta mən həkimə gələn insanlara belə, bizə müraciət edən pasientlərə belə deyirəm ki, get ən azından bir iki nəfərin də başqa bir insanın da fikrini al. Bir internetdə bir araşdır. Gör o internet nə deyir. Aydındır? Yəni müasir zamanda artıq bu kimi xurafata inanmamaq lazımdır. Bəli, indiki dövrdə Əlbəttə bu ki, yəni indi o devir deyil axı. Yəni valla özüm də pis oluram. İnanırsınız Allahın ol. Özüm də pis oluram ki, bu nə cahillikdir da yəni. Ona görə dediyim kimi bəzi məsələlərə çox diqqətli olmamız lazım. Öz sağlamlığımıza diqqətli olmamız lazım. Bəli. Aydın. Marketinqdə belə bir termin var. Ağızdan ağza marketinq deyirik biz buna. Əslində insanlar yaxın bildikləri, özlərinə uyğun səviyyədə olan insanların sözünə psixoloji olaraq bu təsdiq olunmuş bir şeydir. Daha çox inam və etibar edirlər sanki. Məsələn, bir dostumuz, bir yaxınımız bizə bir şey tövsiyə eləyəndə ona daha çox inanmağımız gəlir. Amma bir mütəxəssis deyəndə sanki bəzi insanlarda var bu hal və bizdə yəni bu bir psixoloji bir durumdur. Görürük bunu tez-tez. Yəni onda da gərək insanların hamısı hər kəs maariflənsin bundan bağlı ki, öz yaxınlarına, dostlarına, qonşularına da doğru məlumat ötürsünlər. Əlbəttə ki, yəni biz bilməliyik ki, bizim o dostumuz, tanışımız bu işdə mütəxəssisdirmi? Bu yolu keçibmi? Əlbəttə ki, biz tonlarla kitab oxuyuruq, yəni illərimizi sərf edirik. Aydındır? Yəni bizdən də öncəki təbiblər də adamlar ömürlərini sərf edib. Zamanında tibb inkişaf etsin deyə adamlar özlərinin çarmıxı çəkiblər. Edam olunan nə qədər alim var. Aydındır? Yəni bu çox keşməkeşli bir yoldan keçib ki, cəmiyyət daha da sağlam formalaşsın. Aydındır? Ona görə bu şeylərə diqqət etmemiz lazımdır və qorxmamamız lazımdır. Bu qorxulacaq bir durum deyil. Çox sağ olun Səməd bəy gəldiyiniz üçün. Bugün maraqlı söhbətimiz baş tutdu. İnanıram ki, izləyicilərə də çox maraqlı olacaq bir mövzular danışdıq. Mən də təşəkkür edirəm. Mənim üçün də çox maraqlı müzakirəli keçmiş mövzu. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Əgər sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, şayiələrə və qulaqdan dolma bilgilərə yox, elmə qulaq asın. Çünki burada yalnız tibb danışır. Gələn görüşlərədək.